Rusiya 19-cu əsr və 20-ci əsr tarixində bildiyiniz kimi 1-ci Pavel belə deyək, 2-ci Yekaterininanın ölümündən sonra hakimiyyətə gəlir. Lakin 1801-ci ildə Paveli girirlər otağa, Aleksandr daxil boğulur, şaqqalıyırlar və bundan sonra 1-ci Aleksandr hakimiyyətə gələcəkdir. 1-ci Aleksandr 1801-1825-ci ildə hakimiyyətdə olacaqdı. Aleksandr 1-ci gələndə çox humanist bir insan kimi gəlmişdi. Amma Rusiya cəmiyyəti və Rusiya elitası heç vaxt humanistliyi və demokratizmi bəyənmir və qəbul eləmir. Tarix də onu göstərir ki, demokratik pərəst qüvvələrin hamısını sui-qəsd nəticəsində öldürüblər. 1-ci Aleksandr gəlir, birinci humanist olur, humanist qərarlar verir, demokratik qərarlar verir. Amma görür ki, vəziyyət gərginləşir artıq, buna qarşı narazılığa başlayır. Artıq despot rejimə keçməyə başlayır. Və belə deyək də, bir növ hakimiyyətdə despot sistemi yaratmağa başlayır və hakimiyyəti sıxmaq yolu ilə idarə edəcəkdir. Burada bir çox sahələrdə islah keçirəcəkdir. İdarəetmə sahəsində islah keçirəcəkdir. İdarəetmədə nə edəcəkdir? Pyotrdan qalma kollegiyalar ləğv olunacaqdır. Tamamilə yerinə nazirlik yaradılacaqdır. 19-cu əsrdə nazirlik yaratması Osmanlı, Yaponiya, Aleksandr isə Mutsuxitov və 2-ci Mahmudla oxşar cəhət verəcəksiniz. Sonraki prosesdə Dövlət Şurası adlı bir dövlət şurası yaranacaq. Dövlət Şurasının yaranması İngiltərənin 17-ci əsrindən oxşar kimi verirsiniz. Bu da Dövlət Şurası bir növ idarəetməni eləyəcəkdir. Bir də azad taxılsı haqqında qanun verilir. Azad taxılsı haqqında qanun təhkimçiliyin ləğvi demək deyil uşaqlar, bunu qarışdırmayın. Burada məsələ oydu ki, sahibkarlar istəsəydilər, özlərinin tabelərində olan kəndliləri ödənç müqabilində, istədiyi ödənç müqabilində alıb onları azad edə bilərlər. Bu azad taxılsı haqqında qanun. Bunlar daxili siyasətdir. Gəldik xarici siyasətə. Xarici siyasətdə 1-ci Aleksandr 1804-1813 Qacar, 1806-12 olacaq Osmanlı, 1800 əslində 12-dən beri 12 və 13 aralığında isə Fransa ilə müharibələr aparılacaq. Bilirsiniz ki, 1801-ci il manifesti imzalanacaqdı. Cənubi Qafqazın işğalına başlayacaqdı və Rus qoşunları Cənubi Qafqazı işğal etməyə başlayacaq. Cənubi Qafqaza yürüyüş eləməsi, Rus qoşunlarının hərəkət eləməsi 1-ci Aleksandrı, 1-ci Pyotr və 2-ci Yekaterinə oxşar cəhət edirsiniz. Sonra 1801-ci ildə dedik ki, Qazax, Şəmşəddə, Borçalı və Şərqi Gürcüstan tutulur. 1803-də Carbalakan tutulur. 1804-də Gəncə və Samux İlsuda tutulacaq. Birinci Rus-Qacar müharibəsi başlayır. Birinci Rus-Qacar müharibəsinin keçidini tamamilə bilirsiniz. Yəni o da Gülüstan müqaviləsi yekunlaşır və qələbə ilə bitir. 1806-12-ci ildə burada nə vardı? Yadınıza gəlir demişdik. Osmanlı dərsini demişdik. 19-cu əsrin əvvəllərində Rusiya ilə Osmanlı yaxınlaşır. Amma Moldav və Valahya uğrunda mübarizədə bunlar maraqla toqquşduğu üçün Osmanlılar Fransaya tərəf meyilli siyasət edirdi. Ruslar isə burada müharibə girir. Belə deyək də, Gümrü döyüşünə qələbə qazanır. 12 Buxarest ilə də Rusiya Osmanlını məğlub edəcək və Cənubi Qafqazı işğallarını tanıyacaqdı, Bessarabiyanı tutacaqdı, Moldav və Valahyanı geri qaytaracaqdı. Bunu da bilirsiniz. 12-13-də isə Fransa ilə Borodino döyüşü, lakin yandırılmış torpaq taktikası, partizan müharibəsi və bir də soyuq iqlim Fransa işğalından Rusiyanı xilas eləyəcəkdir və Rusiya qələbə qazanır, Viyana Konqresində iştirak edəcək. 1814-15-ci il Viyana Konqresində Rusiya iştirak edir və Viyanada ilk dəfə olaraq Avropaya daxil olur Rusiya qüvvələri, orduları. Yəni bununla da Avropada bir növ hegemon olmağa başlayır. Yaxşı, 1-ci Aleksandrın ölümündən sonra 1-ci Nikolay gəlir hakimiyyətə. 1-ci Nikolayın dövrü 1825-55-ci illərə əhatə edəcəkdir. Nikolay dövrü çox belə deyək də qəribə bir dövrdür. Çünki bu dövrdə 1825-də dekabristlər üsyanı baş verəcəkdir. Dekabristlər üsyanı niyə baş verdi? Birinci bunu izah edək. Fransa Avropada məğlub edildikdən sonra Rus qoşunları gedib Avropadakı vəziyyətlə tanış oldu. Zabitlər Avropadakı vəziyyətlə tanış oldular və gəlib onu Rusiyada da tətbiq eləmək istədilər. Nəyi tətbiq edirlər? Monarxiyanı devirmək, konstitusiya yaratmaq və parlament qurmaq istədilər. Ölkəni respublika çevirmək istədilər. Elə Nikolayın tacqoyma mərasimində dekabristlər gecikir, əslində Nikolay yolda sui-qəsd öldürəcəklər və gecikirlər və Nikolay tacqoyma mərasimi keçirilir və dekabristlər üsyan qaldırsa da artıq nəticə məğlub olacaq. Bundan sonra Nikolay qaniçən kimi düşür cəmaatın qanına. Bütün senzuranı tətbiq edib, universitetlər üzərində senzuranı tətbiq edəcək, ali təhsil məsələləri üzərində senzuranı tətbiq edəcək. Sonra
Ancaq Zərrəcan ailələrindən başqa heç kim Avropaya gedə bilməzdi. Yəni bu alimlərdir, müəllimlərdir, heç kim gedə bilməzdi artıq. Və ölkədə despot rejimi daha da gücləndirəcək. Bilirsiniz ki, 1-ci Nikolayın dövründə 1826-1828 Qacarlarla müharibə baş verdi. 1828-1829 Osmanlı ilə müharibə baş verdi və bu müharibədə də Rusiya böyük bir qələbə qazanacaqdı. 1-ci Nikolayın dövründə Avropa jandarm adlandırılacaqdı. Bunun səbəbi nə idi? 1848-49-cu illərdə Avropada harda inqilab baş verir? Avstriyadır, Macaristandır, sonra bəzi Avropa dövlətlərindədir. Hətta Almaniya birləşdirilməsində Olympus təhqiri məsələləri var. Bunların hamısı Rus qoşunları harda bitir, hər yerdə bitirdilər. İtaliya söhbətlərində falan. Bu təbii ki, Avropa dövlətlərinin xoşuna gəlmirdi. Avropa dövlətləri dediyimiz İngiltərə və Fransa xoşuna gəlmirdi. Amma Avropa jandarmı ləqəbini almışdı. Avropa jandarmı ləqəbini alma səbəbi o Viyana konqresindəki alınan qərara əsaslanaraq bunu həyata keçirir ki, Avropanın jandarmıya, bəs Viyana konqresində biz danışmışıq ki, Avropa dövlətlərində inqilabları yatırmaq lazım və mən də yatırdım. Bu Nikolay özünü o qədər belə şey hesab toxunmaz, özünü fövqəladə insan hesab edir. Füsundan məğlub edilərək, həqiqətən də Rusiya məğlub edilməz bir ölkə olaraq qalırdı bu dövrdə. Nə məğlub edilərəm, nə bir şey eləyərəm, mənə heç kimisini eləyənməz və bunu hər daim dövlətlərin hamısını bir növ belə ifadə eləyirdi. Bu təbii ki, qıcıq yaradırdı Avropa dövlətləri içərisində və elə bu belə deyək də bir növ qızığın nəticəsidir ki, Nikolay üçün və Rusiya üçün faciə bitəcək. Amma birinci onu keçməmişdən qabaq 1844-cü ildə bilirsiniz də Çinin yarım müstəmləkə sistemin əsası qoyulmasına Rusiyada Çində ticarət müqaviləsi imzaladı 44-cü ildə, onu da qeyd edəcəksiniz. Və bundan sonra 19-cu əsrin 50-ci illərində isə əsrin 50-ci illərində Yaponiya ilə də müqavilə imzalanmışdı. 1854-də bilirsiniz ABŞ müqavilə imzalandı, sonra isə belə deyək də Rusiya və Avropa dövlətləri Yaponiya ilə müqavilə imzalandı. 1853-1856-cı illərdə Krım müharibəsi baş verəcəkdi. Müharibənin baş vermə səbəbi əslində belə deyək də Rusiyanın Şərq məsələsini həll etmək istəyi idi və bir növ belə deyək də Rusiya İstanbulu fəth edəcək. Çünki 1828-29-da Votovod idi Ədirnədə. Yəni Ədirnəyə gəlib çıxmışlar və İstanbula az qalırdı, amma İngiltərənin müdaxiləsi nəticəsində geri çəkildi və Nikolay bunun bir növ əvəzini çıxmaq istəyirdi. Burada müharibənin baş vermə səbəbi uşaqlar 74 yazıcılar 1774-də dediyi Osmanlı ərazisində yaşayan pravoslavlar üzərində hegemondur. Müqəddəs yerlər var idi. Xristianlar biz necə müsəlman olaraq Kəbəyə gediriksə hacca, xristianlar da gedir Qüdsə gedir hacca. Və Osmanlı dövlətinin o vaxt hansı dövlətlə arası yaxşı idisə, o Qüds məsələsini, hac məsələsini o dövlətə tapşırırdı. Hansı dövlətlə də arası pis idisə, onun əlindən alıb verirdi buna. Təbii ki, həmin vaxt Rusiya ilə münasibətlər gərgin idi və Rusiyaya görə, ona görə də Rusiyanın əlindən aldı. Rusiya bunu bəhanə edib Osmanlı ilə müharibə elədi. 53-56-da Krım müharibəsi olacaqdı və bunu gözləyən İngiltərə, Fransa, sonra Saksoniya, Avstriya, yəni bu dövlətlər Osmanlı tərəfinə yer alacaqdı və Rusiyanın gözləmədiyi bir problem baş verəcəkdi. 53-56-da. Müharibə baş verir və müharibədə bir növ belə deyək də, bu tarixdə dəniz yelkənli gəmilərin son döyüşü gedir 54-cü ildə. Belə deyək də, o döyüş ondan sonra İngilis təbii Fransanın hərbi donanması görəndə Ruslar dəli olurlar. Çünki kömür, daş kömürdən və buxar mərkəzinə əsaslanan bir hərbi donanma idi. Metaldan hazırlandı. Bunlar hələ taxtada qalmışlar. Və işin qızğın yerində Nikolay ölür. 55-də. Ölür, corbacor olur, Rusiya onsuz da pis vəziyyətdə. Və 56-cıda Paris sülhü imzalanır. Ki bunu imzalayan ikinci Aleksandr olacaqdı. Aleksandr olur. 56-da Paris sülhü imzalanacaqdı. Paris sülhünün şərtinə görə Rusiya Qara dənizdə nə hərbi donanma saxlaya bilər, ümumiyyətlə heç bir dövlət hərbi donanma saxlamamalıdır. Sonra Qara dənizdə qalılardan məhrum olur Rusiya və tamamilə bu Qara dəniz bütün dövlətlərə qapalı dövlət kimi, yəni qapalı dəniz kimi qeyd olunacaq. Söhbət hərbi gəmilərdən gedirdi. İkinci Aleksandr Paris sülhündən sonra artıq əməlli addım atmağa çalışır. Çünki Rusiya ilk dəfədir ki, Avropadakı geriliyini bariz göstəricisi idi Krım müharibəsi. Və bu məsələni həll etmək lazımdır. Çünki 14-15-dən başlayan gerilik prosesi 56-da artıq özünü göstərəcəkdir və Rusiya bu məsələni həll edir. Aleksandr digər sələflərindən fərqli olaraq narazılıqları qanla yox,
üsyanları ordu göndərməni yatırmaq əvəzinə islahatlarla həll etməyə çalışırdı və islahatlar keçirəcəkdi. Kəndli islahat keçirəcəkdi, Zemstov islahat keçirəcəkdi, şəhər islahat keçirəcəkdi, hərbi islahat keçirəcəkdi. Yəni bunları keçirəcək. Kəndli islahatı. 1861-ci ildə Rusiyada təhkimçilik ləğv ediləcək və 1649-dan başlanan təhkimçilik siyasəti 1861-də tamamilə ləğv olundu. Bütün kəndlər azad olacaqdılar, vətəndaş hüququ alacaqdılar, əmlak əldə etmək hüququ alacaqdılar və torpaq hüququ alacaqdılar. Lakin kəndlərə torpaq hüququ verilsə də alınmasa bu kağız üzərində qalacaqdı və Rusiya dövləti bundan sonraki prosesdə kəndlilərə yardım eləməklə, məsəl üçün deyək ki, mən Emma icazə verəm ki, bəs azadsan sən. Emma, mən azadsan deyim. Pulu yoxdur axı torpağı satın alsın Ayşədə. Mən məcbur Emmanı çağırım, deyirəm sən əvəzvə Ayşəyə pulu ödəyirəm, amma sən mənə 49 ilini onun faizindən qaytaracaqsın. Amma bu yenə də kənd təsərrüfatında kapitalist münasibətlərin inkişafına, təhkimçiliyin ləğvinə, ən azından kəndli ilə bəy və arasında münaqişə son qoyacaqdı və inkişafa təkan verəcək. Kənd təsərrüfatında yeniliklərə təkan verəcəkdi. Və məsəl üçün deyək ki, Emmanın pulu yox idi, amma Nurayın pulu vardı. Həm torpağını pulu ilə verir, satın alır, həm də ki, satın ala bilməyən kəndli, digər kəndlərin torpaqlarını icarəyə götürmək hüququ əldə edir. Ki, bu da yeniliyin tətbiqinə gətirib çıxaracaq. Sonra 1864-cü ildə məhkəmə islahat keçiriləcək. Rusiyada məhkəmələr müstəqil olacaqdı artıq. Azad məhkəmə yaradılacaqdı, andli iclaslar yaradılacaqdı. Məhkəmə hakimləri seçki yolla seçiləcəkdi və onları yalnız cinayət törədəcəyi təqdirdə vəzifədən azad edə bilərdi. Bu çox böyük bir şeydir. Demokratik sistemdə, demokratik cəmiyyətdə məhkəmə ədaləti olması vacibdir. Əgər bir məhkəmə ədaləti varsa cəmiyyətdə, o cəmiyyət heç vaxt sarsılmaz, narazılıq olmaz. Ən azından kimin problemi varsa məhkəmə yolundan həll olunacaqdı. 64-də bu proses baş verəcəkdi. 64-də Zemstov islahatı keçiriləcək. Zemstov islahatı nədir uşaqlar? Bizim indiki bələdiyyələrimiz var, rayon icra hakimiyyətləri var bölgələrdə. Bax onun kimi islahata keçiriləcək. Amma lakin Zemstov islahatlar keçiriləndə həmin bölgələrdə ancaq Zemstova nəyə baxırdı? Tikinti, təmir, mədəniyyət, park salma, yəni ancaq bu tipli şeylərə baxacaqdı. Artıq şeyə baxmağa icazə yox idi. Sonra 1870-ci ildə şəhər islahatı keçiriləcək. Şəhər quberniyası yaradılacaqdı, şəhər bələdiyyəsi yaradılacaqdı və şəhər özünü idarə etmə hüququ əldə edəcəkdi. Baxın, bu gün özündə Avropada belə bir şey var. Məsələn, Fransa hökuməti qərar versin ki, necə deyim sizə, bir qərar verir. Parisdə falan küçəni sökmək lazımdır. Amma Paris meriyası, yəni icra hakimiyyəti və ya da bələdiyyəsi bu qərara qarşı çıxma gücünə malikdir. Bildiniz nə demək istəyirəm? Dövlətin birbaşa qərarı. Məsələn, bizdə belə bir şey yoxdur. Çünki bizdə bələdiyyə sistemi yoxdur, icra hakimiyyəti. İcra hakimiyyəti birbaşa prezidentə tabedir. Əgər prezident sərəncam verirsə, icra hakimiyyəti bunu tətbiq etməlidir. Amma Türkiyədir, məsəl üçün Fransadır, Amerikadır, İngiltərə kimi dövlətlərdə, İspaniya kimi dövlətlərdə belə bir şey yoxdur. Bələdiyyələr var. O bələdiyyələr özləri əgər uyğun bilirlərsə o qərarı təsdiqləyirlər. Uyğun bilmirlərsə heç vaxt o qərarı təsdiqləməzlər. Bax, Rusiyada yaradılan bu idi. Şəhər islahatına görə şəhər bələdiyyəsi yaradılacaqdı. Əmlakı olan və evi olan hər bir şəxs şəhər parlamentində iştirak etmə hüququ var idi, seçkilərdə iştirak etmə hüququ var idi və ancaq mədəniyyət, təhsil, nə bilim, tikinti, təmir işlərinə baxacaqdı şəhər islahatı. 1874-cü ildə hərbi islahat keçiriləcəkdi 2-ci Aleksandr. Hərbi islahat keçiləndə 2-ci Aleksandr, belə deyək də, bu islahata görə isə rekrut toplanış qaydası ləğv olunacaqdı, hərbi xidmət müddəti azaldılacaqdı və qeyri-slavyanların orduya çağırılması qəti qadağan olunacaqdı. Məsəl üçün deyək ki, Azərbaycanlılar qoyub kənara, məsəl üçün deyək ki, nə də Azərbaycanlılar götürək də. Məsələn, əvvələ deyək ki, Azərbaycanlılar da çağırılırlarsa, indi Azərbaycan ancaq ali təbəqəsi orduya çağırılır. Xan bəyin oğlanları orduya çağırılacaq. Adi sakinlər çağırılmayacaqdı. Əvəzinə onlar vergi verəcək ki, bunu geniş şəkildə Azərbaycan tarixində mən sizə keçəcəm. Sonra bu islahatların nəticəsində Rusiya dövləti feodal monarxiyasından kapitalist monarxiyasına keçid edəcəkdir. Və Rusiyada artıq sənaye çevrilişi tamamilə başa çıxır. Amma Rusiya sənaye çevrilişini digər ölkələrdəki sənaye çevrilişi fərqli cəhəti o idi ki, təhkimçiliyin olduğu müddətdə başa çatmış sənaye çevrilişi. Amma digərlərində kapitalist məsələlərin münasibətdən olduğu bir vaxtda çevriliş baş vermişdir. Rusiya qısa müddət ərzində artıq geriliyini qismən aradan qaldıracaq.
İkinci Aleksandrın dövründə Rusiyanın xarici siyasətinə kimi dəyişiklik olacaqdı. 1871-ci ildə London konfransına iştirak edib, 56 Paris sülhündəki imzalanan Qara dənizdəki hərbi donanma saxlama və qallar tikmək hüququ yenidən Rusiyaya geri qaytarılır və Rusiya bu üstünlüyü əldə edəcək. 1877-1878 Rus-Osmanlı savaşında qələbə qazanır. San Stefano və yaxud da Yaşıl Köy müqaviləsini imzalayır. Burada da 2-ci Aleksandr cəmi İstanbulun bir gün və yaxud da 2 günlük aralığındaydı. Amma İngiltərə, Fransa yenə çıxır qabağına, əgər dayanmasan hücum eləyəcək. Onun da Kırım kimi travması var. Tətiklənməsin deyə 78-də məcbur qalır Yeşil Köy müqaviləsini imzalayır. Amma bu müqavilə belə Rusiyanı gücləndirəcəkdi deyə Berlin konfransı keçiriləcəkdi. Və Berlin konfransında Rusiya cəmi Qars, Ərdahan, Batumu əldə edəcəkdi. Başqa bütün əldə elədiyi ərazilər, Balkanlardakı əldə elədiyi ərazilər bir növ nə edəcəkdi? İtiriləcəkdi. Berlin konfransı Rusiyanın Almaniya olan münasibətini zədələyəcəkdi və gələcəkdə Rusiyanın Fransanın yaxınlaşmasına şərait yaradacaqdı. İkinci Aleksandr həqiqətən çox humanist bir insan olub, həqiqətən çox despot rejimindən çox demokratik bir sistemin yaradılmasına təkan verir. Bayaq dediyim kimi Rusiya dövləti, Rusiya xalqı bunu bəyənmir, heç vaxt bəyənməyib. Rusiya xalqı demokratik insanlara hər zaman bir qıcıq götürür. 3 dəfə suiqəst olunur. 3-cü suiqəst, yəni 2 cəld uğursuz olsa da 3-cü cəld, 2-ci Aleksandr üçün uğurlu olacaqdı, öldürüləcəkdi. Yerinə 3-cü Aleksandr gələcəkdi. Aleksandr gəlir. 3-cü Aleksandra keçməmişdən qabaq 2-ci Aleksandrla bağlı iki məsələni də deyək. Şimali Qafqazın işğalını başa çatdırıb, birisi Şeyx Şamil hərəkatını yatıracaqdı. 59-da, 64-də Şimali Qafqazın işğalını başa çatdıracaqdı və 64-də Mərkəzi Asiyanın işğalına başlayacaqdı. Mərkəzi Asiyanın işğalı 1864-dən 95-ə kimi. 2-ci Aleksandrda başlayıb, 2-ci Nikolayda bitəcəkdi. Mərkəzi Asiyanın işğalını asanlaşdıran amil standart amillərdir, keçmişik. Daxil çəkmələr, vahid dövlətinin olmaması, oradakı olan xanlıqlar arasında mübarizə. Bu da Mərkəzi Asiya. Necə ki, Cənubi Qafqazı işğalı asanlaşdıran amil daxil çəkmələrdə vahid dövlət yox idi. Şimali Qafqazda vahid dövlət yox idi. Elə Mərkəzi Asiyada da vahid dövlət olmayacaq. 3-cü Aleksandr dövründə vəziyyət gül kimi idi. Xaqlar əfsanası adlandırılır 3-cü Aleksandr. Deyir Rusları konkret, yəni bir növ belə deyək də, aşağı görürdülər, aşağılayırdılar, onları sürgün eləyirdilər, onları təhsildə, qəzetdə, jurnalların özdən çıxarmasını qəti qadağan eləyirdilər və xüsusən də Yahudilərə qarşı çox böyük bir siyasət edirdi, antisemitizm siyasəti edirdi. Yəni bir növ onların sıxışdırılması məsələsi var idi. Eyni ilə 3-cü Aleksandr dövründə Ruslar, Azərbaycanlılar daxil, Krım tatarları daxil böyük bir sıxışdırma prosesi gedirdi. Həqiqətən ona görə bunun dövrü xalqlar həbsxanası dövrü adlandırılacaq. 3-cü Aleksandrdan sonra 2-ci Nikolay gələcəkdi hakimiyyətə. 2-ci Nikolayın dövrü yenə despot rejimin olduğu dövrüdür. 1900-1903 dünya iqtisadi böhranı baş verir. Dünya iqtisadi böhran Rusiyaya çox böyük ziyan gətirəcəkdi. İşsizlik yaranacaqdı, sənaye məsələ bağlanacaqdı, işsizlər ordusu yaranacaqdı və problemlər çox böyüyəcəkdi. Bunun üstünə İGİDİN 1904-1905 Rus-Yapon müharibəsində məğlub olacaqdı. Bu məğlubiyyət Sankt-Peterburqda inqilabla nəticələnəcəkdi. 1905-1907-ci ildə Burju inqilabı baş verir. 20-ci əsrdə Burju inqilabı, bu birinci Rus Burju inqilabıdır. 20-ci əsrdə Burju inqilabı baş verməsi Rusiyanı Çin, Osmanlı ilə oxşar cəhət eləyirsiniz. Yəni oxşar cəhət. Rusiya Burju inqilabında yenə məqsəd respublika yaratmaq, konstitusiya qəbul etməkdir və lakin burada 1905-də 2-ci Nikolay manifest imzalayır. Söz, mətbuat, vicdan azadlığı, hər bir xalq öz dilində qəzet, jurnallar, partiyalar qura bilərdi. Lakin 2-ci Dumanın qovulmasından sonra, Duma dediyimiz parlament deməkdir. Parlamenti çağırsa da, birinci, ikinci parlament çağırsa da, lakin ikinci parlamentin qovulmasından sonra inqilab yatırılacaqdı 7-ci ildə. Sonraki dövrlərdə iqtisadi böhranın fəsadları aradan qaldıracaqdı. Bu vaxt Stoplin 1906-cı ildə baş naziri olacaqdı. Stoplin baş naziri olduğu müddətcə 2 qərar veriləcəkdi. 2 qərar. Bir iqtisadi qərar, bir də siyasi qərar olacaqdı. Siyasi qərar nə idi? Dumada qeyri-Ruslardan olan xalqlara yerlərin az verilməsi. Məsələn, bizdə normalda parlamentlərə, əgər çox millətli parlament isə, o parlamentlərdə başqa millətlərə də yer verilməlidir.
Məsələn, bizdə də ki, talışlara, ləzgilərə, talış mənsublu şəxslər, ləzgi mənsublu şəxslər və yaxud da avar mənsublu şəxslərimiz var ki, etnik kökən şəxslər var ki, onlar parlamentdə təmsil olunurlar. Bax, siyasi qərar buydu. Onlara yer az verilsin. İqtisadi qərar, icma torpaqlarının dövlət kəndləri arasından bölünməsinə və onların dövlət kəndləri tərəfindən istifadə edilməsinə icazə verilir. Əgər kimlərsə torpaq çatmırsa, narazı kəndlər varsa, onların mərkəzə, Sibirə və Cənubi Qafqazda sürgün olmasına bağlı qərar veriləcək. 1907-ci ildə Rusiya, bilirsiniz, Sankt-Peterburq müqaviləsini imzalayacaqdı İngiltərə ilə. Beləliklə, Antanta qoşulması rəsmiləşəcəkdir və Antanta prosesi başa çatacaqdır. Bu da sizin Rusiya dərsi.